Sınaq 4-ün izahını verəcək. Sınaq 4 analiz ev dərsliyinə əsasən 75 və 81-ci mövzuları əhatə edir. Birinci sualda qeyd olunur ki, yanlış variantı müəyyən edin. A variantına baxsaq, Müvəqqəti İnqilabi Komitəsinin tərkibi Azərbaycanlılardan ibarət idi. Biz qeyd edirik ki, həm Müvəqqəti İnqilabi Komitə, həm də Xalq Komissarlar Sovetinin, yəni icra edici və qanunverici orqanlar olan bu orqanların tərkib hissəsi əsasən Azərbaycanlılardan ibarət idi. Yəni A bəndi doğrudur. Azərbaycan SSR-də əks inqilabçılıq qarşı yaradılmış fövqəladə komissiya idi. Bəli. Sovet Rusiyası iqtisadi siyasətin əsasını milliləşdirmə, məsəl üçün biz 24 may dekretinə əsasən neft sənayesinin milliləşdirilməsi, bankların, zavodların milliləşdirilməsini deyə bilərik. D variantında Azərbaycan SSR-nin ilk konstitusiyası qəbul edilmişdir. ZSFSR-nin yaradılması ilə ilk konstitusiya qəbul olunub 1921 may. ZSFSR-nin yaradılması isə 1922 dekabr ayında olmuşdur. Ona görə D variantı doğru olmayan bənd kimi götürəcəyik. Azərbaycan SSR-nin formal müstəqilliyinin dövrü əhatə edir 1920-22. Bəli, biz 1922 dekabr ayında, yəni ZSFSR-nin yaradılması ilə bizim formal müstəqilliyimiz ləğv olunmuşdur və o tarixə qədər götürəcəyik. E variantı doğru olur. Növbəti sualda Rusiyanın 1920-ci il may-iyun aylarında Şimali Azərbaycanda həyata keçirdiyi tədbirlərə aid uyğunluq pozulmuşdur. A variantına baxaq, bütün neft müəssisələrinin, bankların və fabriklərin öz əvvəlki sahiblərinə qaytarılması. Biz banklar, zavodlar, fabriklər, bunların hamısının milliləşdirilməsini deyəcək, öz sahiblərinə qaytarılması deməyəcək, elə pozulmuşdur deyirsə, A variantı doğru olacaqdır. Növbəti sualımız Sovet Azərbaycanının 20-ci əsrin 20-ci illər tarix dövrü üçün səciyyəvi deyil. Deməli, A bəndində Azərbaycan Neft Komitəsinin təşkil edilməsi 20-ci illər üçün səciyyəvidir. A variantı getdi. AXC üzvlərinin həbs edilməsi repressiya dönəmi üçün, yəni 20-ci illər üçün səciyyəvidir. Qarabağ, Gəncə, Lənkəran Sovet rejiminə qarşı üsyanların baş verməsi 20-ci illər, 20-21-ci illərdə bu üsyanların baş verdiyini deyirik. Azərbaycan Komünist Partiyasının başqa bütün partiyalar qadağan edilməsi, bəli, biz Əhrar, İttihad, Müsavat, bunların hamısını ləğv etdiyini 20-ci illərdə qeyd etmişik. E bəndində isə rəiyyət rəncbər elad kəndli kateqoriyasının ləğv edilməsi. Biz bunların ləğv edilməsi 1946 6 dekabrə əsasən qeyd etmişdik və mülkədar tabelisi adının aldığını qeyd edirik. Ona görə 20-ci illər üçün xarakterik olmayacaqdır. Növbəti sualımız hadisə nəticə əlaqələrini müəyyənləşdirək və bizdən pozulmuşdur olan versiyaları soruşur. Azərbaycanda Sovet Rusiyasının işğal siyasətinə qarşı üsyanların baş verməsi, Azərbaycanda xalq öz müqavimət əzmini nümayiş etdirməsi, bəli, doğrudur. Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbul edilməsi, ZSFSR-nin yaradılması, ilk konstitusiya 1921, ZSFSR yaradılması isə 1922 dekabrdır. Ona görə B variantı uyğun olmayacaq. Azərbaycan SSR-nin yaradılması, Milli Azərbaycan ordusunun ləğv edilməsi, bəli, 1920 may dekretinə əsasən doğru olacaq. Müvəqqəti İnqilabi Komitəsinin ləğv edilməsi, Azərbaycan SSR-də Xalq Komissarlar Sovetinin yaradılması. İlk öncə onu qeyd edək ki, Müvəqqəti İnqilabi Komitə qanunverici, Xalq Komissarlar Soveti isə icra edicidir, bir-birini əvəz edə bilmir. Ona görə D variantı doğru olmayacaq. ZSFSR-nin təşkil edilməsi, Cənub Qafqaz Respublikalarının hüquqlarının məhdudlaşdırılması, bəli, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaranandan sonra Azərbaycanın formal müstəqilliyi, eyni zamanda xarici müstəqilliyin ləğv olduğunu qeyd edirik. Ona görə Y variantı da doğru olacaq. Cavabımız bizdən pozulmuşdur istədiyi üçün B və D variantlarını seçəcəyik. Cavab B variantı olacaq. Növbəti sualımız Sovet işğal rejiminə qarşı 1920-21-ci ildə əhatə edilən üsyanların nəticəsini soruşur. Biz bu üsyanlar nəticəsində kütləvi repressiyaların həyata keçirildiyini qeyd edirik. Sonra 6-cı sual Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının təşkil edilməsinin Azərbaycana təsir nəticələrindən deyil. A variantında qeyd edilir ki, bütün hakimiyyətin AKP partiyasının səlahiyyətinə keçməsi. Bu
Baxın, biz 1922-də yaratmışıq Qızıl Qafqasiya Sovet Federativ Sosialist Respublikasını dekabr ayının 10-da. Amma biz SSR yaranandan etibarən, yəni Azərbaycan SSR yaranandan etibarən 1920-nin aprel ayından etibarən Azərbaycanda bütün hakimiyyətin AKP-nin əlində cəmləşdiyini qeyd etmişdik. Ona görə bu SSR-nin yaradılma nəticəsi olmayacaqdır. A variantı doğru götürəcəyik bizdən aid olmayan istədiyi üçün. Növbəti sualımız Azərbaycan ərazi bütövlüyünün pozulmasına aid yanlış bəndi müəyyən edin. 1920-ci ilin avqust tarixində Şərur Dərəliyəs güzəştə gedilmişdir Ermənistana. Bəli, A variantı doğrudur. Qarayazının yuxarı hissəsi Gürcüstana verilmişdir. Bəli. 1921-ci illərdə 1921-ci ilində Yuxarı Zəngəzurun qərb hissəsi verilmişdir Ermənistana. Bəli, Yuxarı Zəngəzurun da qərb hissəsini verilmişdir. Hətta biz orada qeyd etmişdik ki, 1920-30 dekabr tarixində Azərbaycan Ali Partiyasının Azərbaycan SSR və Ermənistan SSR arasında heç bir sərhədin olmamasının deməsi biz bu ərazilərimizin itirməsinin əsas səbəblərindən biri olduğunu qeyd edirdik. D variantında 1920-1930-cu ildə Ordubad və Zəngilan rayonları bəzi kəndlər Ermənistana verilməsi doğrudur. E variantında 1921-ci ildə Borçalı qəzasının bütövlüklə güzəştə gedildi. Bütövlüklə xeyr. Bir hissəsi Ermənistana, bir hissəsi Gürcüstana verilmişdir. Yanlış bənd istədiyi üçün E variantını götürəcəyik. Növbəti sualımız Qars müqaviləsi və Moskva müqaviləsi. A variantında qeyd olunur ki, Naxçıvan vilayətinin Azərbaycanın qəyyumluğu altında muxtar ərazi elan edilməsi bu Moskva müqaviləsi üçün xarakterikdir. B variantı Azərbaycanın Naxçıvanla bağlı hüququn üçüncü dövlətə güzəştə getməməsi məsələsi yenə Moskva müqaviləsinə aiddir. C variantında Cənub Qafqaz Respublikaları ilə Türkiyə arasında imzalanması Qars müqaviləsinə aiddir. Türk qoşunlarının Naxçıvana daxil olmasına icazə verilməsi Türk qoşunları Veysel bəyin başçılığına gəlib 1920 iyun tarixində. Zəngəzur, yəni müqaviləyə əsasən deyil. Zəngəzur ərazisində Azərbaycan və Ermənistan Respublikaları arasında bölünməsi, bu isə biz Qars müqaviləsinə əsasən deməmişik. Ümumiyyətlə yuxarı Zəngəzurun Ermənistana verildiyini qeyd etmişik. Ona görə D ilə Y variantı uyğun gəlməyəcək. 1-ə C, 2-yə A və B variantı uyğun gəlir. Cavabımız B bəndi olacaqdır. Daha sonra baş vermişdir. Veysel bəyin başçılığı altında Türk qoşunlarının Naxçıvana daxil olması 1920 iyun ayı. Növbəti bəndlərə baxaq. B variantı deyir ki, Gürcüstanın Zaqatala dairəsinə olan iddiasının əl çəkməsi 1921, Moskva və Qars müqaviləsinin şərtlərinə zidd olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının sərhədlərinin dəyişdirilərək bəzi ərazi Ermənistana verilməsi 29, Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi 1923-cü il 7 iyul tarixində, Qars müqaviləsinin imzalanması isə 1921-ci il demişik. Deməli, bizdən daha sonra istədiyi üçün C variantını doğru götürəcəyik. 10-cu bənddə Moskva və Qars müqavilələrinin Azərbaycan üçün əhəmiyyəti Naxçıvanın Azərbaycana məxsus olduğu təsdiq olunmuşdur. C variantı doğru olacaqdır. 1921-ci ildə baş verən hadisələrdən deyil, Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Moskva müqaviləsinin imzalanması deməli 1921, Zəngəzur yuxarı hissəsinin Ermənistana verilməsi 1921, Gürcüstanın Zaqatala dairəsinə olan iddialarına son qoyulması 1921, Qars müqaviləsinin imzalanması 1921, sonra Sovet Rusiyası ilə Türkiyə arasında yeni müqavilə imzalanana qədər hər iki dövlət hərbi qüvvələr Naxçıvanda saxlamasının qərarı alınması 1920 avqust ayına aiddir. Ona görə Y variantı 21-ci ildə baş verən hadisəyə aid olmayacaq. Növbəti sualımız Azərbaycan SSR-də tətbiq edilmiş hərbi kommunizm siyasətinə aid yanlış variantı müəyyən edin. 20-ci əsr 20-ci illərində həyata keçirilmişdir Azərbaycanda, bəli, doğrudur. Bizdən yanlış variant istəyir. Əhalinin ərzaq məhsullarından zorla müsadə edilməsi doğrudur. Kəndlərin güzəranının pisləşməsi doğrudur. Çünki kəndlər məhsulunun əksər hissəsinin 11 qırmızı ordunun ehtiyacları ödəmək üçün verirdi.
Kəndlərin fəhlələrdən ibarət xüsusi dəstələr göndərilməsi, bəli, məhsulları almaq üçün bu variantlar doğrudur. B variantına gəldikdə ticarətin canlanmasını biz yeni iqtisadi siyasət dövrünə deyirik. Hərbi kommunizm dövrü üçün xarakterik deyil. Bizdən doğru olmayan seçim istədiyi üçün B variantını götürəcəyik. Növbəti sualımızda Azərbaycan SSR hərbi kommunizm siyasəti və yeni iqtisadi siyasət. Hərbi kommunizmdə əhali istehsal etdiyi məhsulu zorla müsadirə edilməsi doğrudur. Ərzaq sapalağının tətbiq edilməsi doğrudur. Kənd məhsullarının azad şəkildə bazara sata bilməsi bu YIS dövrü üçün xarakterikdir. C variantını siləcəyik. Yeni iqtisadi siyasət dövrü üçün isə Azərbaycan burada torpağın icarəyə verilməsinə qadağan qoyuldu. Belə bir məsələni YIS dövründə qeyd etmirik. Şəhərlər kənd arasında əlaqələrin genişləndirilməsi, bəli, ticarətin inkişafı, azad bazar münasibətinin inkişafı, bəli, doğrudur. Deməli, 1-ə A ilə B, 2-yə də B və C uyğun gələcəkdir. Deməli, bənd olaraq da seçsək, Y variantı doğru olacaqdır. Növbəti sualımız 20-ci əsrin 20-ci illərində Azərbaycan SSR-nin siyasi və iqtisadi həyatı üçün səciyyəvi deyil. 20-ci illər. Kollektivləşmə xəttinin elan edilməsi 1929 səciyyəvidir. İç prinsiplərinin imtina edilməsi 1925-dən sonra B doğrudur. Bütün hakimiyyət Kommunizm Partiyasının əlində cəmləşməsi artıq 1920-nin aprelindən etibarən. Kartoşka sisteminin tətbiqi 1929, yəni bunların hamısı 20-ci illər üçün xarakterikdir. Bakı-Culfa dəmir yolu Mincivan stansiyasına qədər çəkilişinin başa çatdırılması 1941-ci ilə aiddir. Ona görə Y variantı doğru olmayacaq. Növbəti sualımız 20-ci əsrin 20-ci illərində muxtariyət statusu verilən ərazi deyirsə, Qarabağ ərazisi, Dağlıq Qarabağ Muxtar Vilayəti və Naxçıvan Muxtar Sovet Sosializm Respublikasının yaranması, ona görə C variantı doğru olacaqdır. Xronoloji ardıcılığı müəyyən edin. Azərbaycan SSR-nin yeni iqtisadi siyasətə keçməsinin tamamilə başa çatdırılması 1922, ərzaq sapalağının ləğv edilməsi 1921, pasport sisteminə keçid 1932, Azərbaycan kəndlilərinin fərdi təsərrüfatlarının ləğv etməyə başlanması isə 1929, kolxoz və savxozların yaranması. Deməli, buradan yazaq. Birincidə dedik ki 1922, 2-yə dedik ki 1921, 3-ə dedik ki 1932, 4-də isə 1929. Sırayla düzsək, deməli 2, 1, 4, 3. Bu bənd doğru olacaq. Yəni variantlarda belə bir bənd olmadığı üçün bu versiyanı doğru götürəcəyik. Sovet Azərbaycanın 20-ci əsrin 20-ci illər tarixinə aid uyğunluq gözlənilməmişdir. Deməli, dövlət məktəbləri dinlərin öyrədilməsi, qadağan edilməsi, bəli, vicdan azadlığı haqqında dekretə görə, Savadsızlığın Mübarizə Komitəsinin yaradılması 1923 aiddir. Yəni bu dekretdə 1920-nin may ayının dekretidir. Yeni Türk əlifbasının komitəsinin yaradılması deməli 1922, birinci Ümumi İttifaq Türkoloji Qurultayının keçirilməsi 1926, Koroğlu Operasının SSR dövlət mükafatına layiq görülməsi 1940. 20-ci illərə aid olmayan deyirsə Y variantını doğru götürəcəyik. Uyğunluq müəyyən edin. 20-ci əsrin 20-ci illəri və 30-cu il Latin qrafik əlifbasının Kiril əlifbası ilə əvəz edilməsi 1940, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yaradılması 1929, Koroğlu Operasının səhnələşdirilməsi 1937, Yeni Türk Əlifba Komissiyasının yaradılması 1922. Növbəti hissəyə baxaq. Azərbaycan Dövlət Kino İdarəsinin yaradılması 1926, Azərbaycan ilk radio stansiyasının fəaliyyətə başlaması 1926. Bizə birinci bənd üçün 20-ci illərə aid olanı istəyirdir. Ona görə B ilə C uyğun gələcək. İkinci hissədə isə 30-cu illərə aid olan seçi istəyir. Ona görə sadəcə A bəndi uyğun gələcək. 1-ə BC, 2-ə A variantımız isə A uyğun gəlir. Azərbaycan SSR birbaşa Sovet İttifaqının tərkibində müttəfiq respublika elan edildi.
Yəni qeyd etmək istəyirik ki, Azərbaycan SSR birbaşa SSR-nin tərkibində nə vaxt qəbul olunmuşdur? Bu isə 1936 götürəcək. İkinci konstitusiya SSR-nin ikinci konstitusiyası Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının ləğv edilməsi ilə, yəni C variantı doğru olacaqdır. Növbəti sual daha əvvəl baş vermişdir. Azərbaycan SSR-nin ikinci konstitusiyası 1936, ZSFSR-nin ləğvi 1936, ərzaq paylamasına kartoska sisteminin tətbiqi 1929, ərəb əlifbasının latın əlifbasına keçidin olması 1929, Savadslı Mübarizə Komitəsinin yaradılması 1923. Daha əvvəl deyirsə, Y variantı doğru olacaqdır. Növbəti sual hadisə və nəticə əlaqələrini istəyir. Hərbi kommunizm siyasətinin keçirilməsi, ərzaq sapalağının tətbiq edilməsi, bəli, doğrudur. Azərbaycan SSR-də çanaq vergisinin tətbiqi, sənayeləşmə xəttinin imtina edilməsi, bu çanaq vergisinin tətbiqi hərbi kommunizmdən imtina edir, sənayeləşdirmədən deyil. B variantı doğru deyil. 1932-ci ildə pasport sisteminin tətbiqi, kənd sakinləri şəhərə axının baş verməsi tam əksinə. Kəndlilərə pasport verilmirdi və kəndlilər şəhərə gedə bilmirdi. 1929-cu kartoska sisteminin keçirilməsi, kollektiv təsərrüfatların ləğv edilməsi, biz burada da yenə uyğun götürməyəcəyik, çünki kartoska sisteminin kollektiv təsərrüfatın ləğv edilməsinin əlaqəsini olmadığını deyirik. Sənayeləşdirmə xəttinin tətbiq edilməsi, Azərbaycanda aqrar sənaye ölkəsinə çevrilməsi, bəli, doğru olacaqdır. Deməli, A ilə Y variantı doğru olur. Cavabımız C bəndi gələcəkdir. Azərbaycan SSR-nin ikinci konstitusiyasına görə Azərbaycan SSR-nin ikinci konstitusiyası 1937 və bu konstitusiyaya görə Türk adı Azərbaycan adı, Türk dili isə Azərbaycan dili adlandırılmışdır. A variantı doğru olacaqdır. Növbəti sual Azərbaycanda Bolşevik işğalının nəticələri bütün hakimiyyət Kommunist Partiyasının əlində cəmləşdi. 1 doğrudur. Növbəti bəndlərə baxaq. AXC-nin keçmiş üzvləri toxunulmazlığı təmin edildi. Belə bir məsələni qeyd etmirik. Repressiya siyasəti həyata keçirildi. Bəli, doğrudur. Azərbaycan xarici siyasi və iqtisadi əlaqələr məhrum edildi. Bəli, bizim formal müstəqilliyimizin ləğvini demişdik. Kəndlilər bütün torpaqları müsadirə edib dövlət mülkiyyətinə keçir. Xeyr, burada biz cümləni necə deyirik? Bəy və ağaların torpaqları müsadirə edib dövlətin səlahiyyətinə keçib ondan sonra kəndlərə paylanmışdır. Ona görə 5 də doğru olmayacaq. Cavabımız 1, 3, 4 olacaqdır. Doğru fikri müəyyən edin. 24-cü sual. Qarşı müqaviləsi müddətsiz müqavilədir. Bəli. Ermənistan ona verilmiş şərut əvəzinə İrəvanı geri qaytarmalı idi. Xeyr, belə bir məsələ yoxdur. 20-ci əsrin 20-ci illərin əvvəllərində Naxçıvan, Türkiyə və Sovet Rusiyasının qoşunları mövcud idi. Naxçıvanda daha doğrusu. Bəli, biz bunun Türk qoşunlarını 1920 iyun, Sovet qoşunlarının isə, yəni Qırmızı Ordunun gəlişi isə 1920 iyula görə demişdik. Ona görə 3-cü bənd doğru olacaq. 1920-ci ildə Moskva müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikası Moskva müqaviləsinə görə Naxçıvan Azərbaycanın tərkibində qalmasını qeyd edir. Amma Muxtarın, yəni Naxçıvan Muxtar Respublikasının yaranması 1924-ün fevralına aiddir. 4 də doğru olmayacaq. Ona görə cavabımız 1 və 3 olacaqdır. Növbəti sualımız uyğunluq gözlənilmişdir. Qapalı bazar iqtisadiyatı imtina edilir sənayeləşdirmə xətti ilə biz qapalı bazarda, yəni açıq bazar siyasətinə keçməsi, bazar münasibətlərinin inkişafının hamısını İSİN dövrünə demişik. Ona görə 1 doğru olmayacaq. Azərbaycanda aqrar sənaye ölkəsinə çevrildi. İS dövründə deyil də sənayeləşdirmə dövrü üçün səciyyəv olacaq. 2 də getdi. Azərbaycan kəndlilərinin şəhərə axını məhdudiyyət qoyuldu 20-ci əsrin 30-cu illər, yəni 1932 pasportun tətbiqi ilə və bu pasport kəndlilərə verilməmişdir. Elektrik və neft sənayesinin daha çox diqqət edilirdi sənayeləşdirmədə. Bəli, birinci yerdə neft idi, ikinci yerdə isə elektrik idi, yəni. Ona görə 3 ilə 4 doğru olacaqdır. Növbəti sualımız xronoloji ardıcıllığı müəyyən edin. Sovet ordusunun Naxçıvana daxil olması 1920-ci ilin deməli iyul ayı. Naxçıvan ərazi baxımından Azərbaycan əsas hissəsinin ayrılması 20-ci illərin ortaları götürəcək. Qars müqaviləsinin imzalanması 1921, DQMV-nin təşkil edilməsi 1923. Xronoloji ardıcılığa görə düzsək, birincisi 1, 3, 4, 2 doğru olacaqdır.